Allah hamımızın qazancına bərəkət versin, dünyamızı salamat eləsin. Heç kəsi peşman eləməsin, qurban olun Allahın adına. Əsgərlərimizi qorusun. Komandirlərinin köməyi olsun, uşaqlarımıza yaxşı baxsınlar. Həm yumşaq olur belə ikinci dəfə yoğuranda, həm də maya tamı gəlmir. Həqiqi də çox da gözəldir. Bu istidir, götürmək olmur. Bu indi çıxartmışıq. Pambıqdır da elə bil. Düzdür, hələ təzə-təzə məsəl üçün gətirib bu bıçaqla kəssin, biraz xəmir kimi olacaq. Amma çox gözəldir ha. Temudan ancaq birinci dəfədir aldırıq. İndi mən sizə deyəcəm. Bu nədir buna da? Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Mən bugün bulka bişirmək istəyirəm. Kanalımızda var, çox bişirmişəm, amma yenə də bişirəm də, həyat davam edir. Onsuz bişirdiklərimizi hər gün, illərlə hər gün təzə şey bişirmirik. Şöyle bişirdiklərimizi ay-bay təkrarlayırıq. İndi mən 2 stəkan, 2 kilo düz undur. Ələmişəm qəşəng. Və sizin yanınızda vaxt çox getməsin deyə mən ələmədim. 2 stəkan süddür. Bir baş bir damcılarımız. 400 qram da yağdır. Mən indi onları ərdəcəm. Koyuram qazan. Pesokunu da töküm elə içinə əriyə-əriyə ocarsın. 2 stəkan da pesok. 1 2. Çox qaynar eləməyəcəm. Yağı da elə bayaqdan çıxardıb qoymuşam. Nehrə yağı döyüb alınma yağdır. Paçka yağlardandır. Biri ağ çıxdı, biri sarı. Hərəsi bir qoğal üçündür da. Biri şəkər buraya üçündür, biri nə bilim nə üçün. Biraz ərisin. Mən yumurtaları da qıçıbdım üçün. Yağı əlimdən əzdim. 2 paçka vanildir. 2 paçka drojdur. 2 qaşıqdır. Ölçmüşəm 2 dənə xörək qaşığıdır. 2 vanil, 1 çimdik də biraz da duz. 2 vanildir, 2 qaşıq mayadır, 2 qaşıq vanildir. 4 yumurta, 400 qram yağ, 2 stəkan süd, 2 stəkan da pesok. 2 kilo da yağ. Totsunu mağazinlərdə satılan bulkulara oxşuyur. Ya Allah'ım iradı. 4 tane de yumurtadır. Bir yaxşı da xəmir yoğuracaq. Daha belə dayanmadan qəşəng xəmir olur. Sonra biraz keçəndən sonra 1 saat, 2 saat bu qalxıb beləncik
şişib qabla bir olur. Onu bir də yoğurursunuz. 1-2 dəqiqədə daha onda yarım saat elə verirsiniz. 1-2 dəqiqədə yoğurursunuz. Ondan sonra yenə bırakırsınız acımağa. Allah hamımızın qazancına bərəkət versin, sürföyüzə bərəkət versin. Baxan gözləriniz var olsun. Allah cavanlarımızı qorusun. Pis fikirli, pis niyyətli insanlardan. Yaxşı həll olması için biraz su vurdum əlimə. Kesmişdə stol zad yox idi çəkdə olanda. Dizimizi atırdıq yerə, qəşəng kərli yoğururduq xəmir. Bismillah, qəşəng də xəmiri alındı. Hava istidir, heç daha aparıb xəmiri bastırmağa ehtiyac yoxdur. Əziz izləyicilər, mən xəmirimi yoğurdum, qoydum, bulqumun xəmiri. Çəkilmiş ətdir, çıxartmışam buzluqdan. Biraz dücüdür, yarpaq dolması tutmaq istəyirəm. Soğan elə bir çox eləmişəm biraz. Qara istiyordu, biraz da pul biberdi, bu özümüz düzəltmişik. Nanə ilə atsa da şüyüddür, çoxsu nanədir. Hərləyirəm. Mən indi biraz nə tuta bildim tutacağım. Qalanı qoyub gedəcəm, atəm tutacaq. Gedim malları, heyvanları rahatlayıb gələcək. Yarpaq dolmasına duz yadımdan çıxıb. Mən həmişə çay qaşığı ilə tökürəm. Çox olacaq bir yavru. Yarpaqlarım da elə əsas odur. Heyva yarpağıdır, qaynar su tökmüşəm üstünə. Üzüm yarpağıdır. Bu tut yarpağıdır. Bir də 5-6 dənə də əncir yarpağıdır. Körpə daha belə yekə olmağına baxmır. Ən ucundakıları qopartmışam. Qəşəng də dadlı olur. Heyva yarpaqları çox cıqqılır. Tut da 3 cür, 4 cür tutun yarpağıdır. Eləsi var iridir. Balədə calaq eləyib tut ağacların bir-birinə. Bir ağacda güya 5 dənə gətirir.
Dolmalarımızı tutduq, qurtardık. Çox eləmirəm. Oğlum da işlədi, simindədir. Bunları Aytən tutub. Mən elə yarpaq uzundur, uzun tuturam. Balacadır, balaca tuturam. Bunları Aytən qəşəng tutub ki, dostu qazana yığ üstünə. Dolmalarımız qəşəng görsün. Yaşıllar tut yarpağıdır. Qaynar suda tökdüm heç. Allah hamımızın qazancına bərəkət versin, dünyamızı salamat eləsin. Heç kəsi peşman eləməsin, qurban olun Allahın adına. Əsgərlərimizi qorusun. Komandirlərinin köməyi olsun, uşaqlarımıza yaxşı baxsınlar. Mən dolmamı qoyuram pişməyə. 3 dənə balaca lavroralist yarpaq atıram. Yarım stəkanda dolma atca yalandan xırda xodda qoyuruq. Dolma özünü tutur. Ya Allahım yaradı. Mən getdim inəklərimi sağmağa. Allah qoysun. Çəkəndə göstərəcəm sizə. İndi olsa inəklərimi də sağanda tənə demişəm birini sağanda atca çəkinə. Dur. Şu işlerde sen diyen ben bu bedriye biraz Türkiye bakıyorum.
Əziz izləyicilər, mən bir res yoğurum. Maşallah xəmirim şişib. Allah bərəkət versin. Oy, nə qəşəng olmaz. Bir dəfə də yoğuram bunu. Həm yumşaq olur belə ikinci dəfə yoğuranda. Həm də maya tamı gəlir. Yenə örtürəm. Yeməyimi tökürəm. Əziz izləyicilər, mənim yeməyim də hazırdır. Gündəlik pişirdiyimiz yarpağın birini cizlənib yarpaq. Gündəlik pişirdiyimiz yeməklərdir. Mən çəkirəm, da bir çəkmirəm. Biraz heyva yarpaqları açılıb. Çox balaca idi heyva yarpaqları. Qurban olum Allahın adına. Allah dünyamızı salamat eləsin. Cavanlarımızı pis fikirli, pis niyyətli insanlardan uzaq eləsin. Hamımızın balalarını Allah qorusun. Allah əsgərlərimizi qorusun. Qurban olma Allahın adına. Şəhidlərimizə Allah rəhmət eləsin. Hamımızın sürfəsinə Allah bərəkət versin. Qazancına bərəkət versin. Balasının qazancına bərəkət versin. Heç kimi Allah Taala sürfəsinə peşman oturtmasın axşam çağı. Qurban olma Allahın adına. Bu da mənim can türkümdür. Qaşıqla yalanla yemək yer. Dalı ilə yer, qabağı ilə yer, ağzının içinə getmir. Aşkım, nənələrə salam göndər, xalalara, bibilərə. Ay, balı çıxıb, qaşıq. Mənim xəmrim acı. Maşallah. Biraz geç başladım, laf yaxşı acıyıb. Mən bunlar. Santurçun bağırsaqdadır, aytən getdi. Mən tufqan tavaların yağlı kağız qoymuram, yağlayıram. Otlar yağlamışam.
Bir yarım saat, 40 dəqiqə qalacaq. Özünü tutacaq. Daha üzərinə də qronka saracam, qay sağlamasın. Allah hamımızın sürbəsinə bərəkət versin. Baxan gözləriniz var olsun. Qurban olun Allaha. Kimin nə arzusu var, Allah yerinə yetirsin. O çişmişlər çıxdı. Pultlarım hazırdır. Şimdi hələ biraz gözləyəcəm. Bir hardasa yarım saat qalacaq. 40 dəqiqə, yarım saat. Şimdi baxacam da onsuz da çöpüblər, çox çöpüblər də yaxşı. Mən əziz izləyicilər, birinci hansılar ki kündələmişəm. 2 dənə yumurtanın sarısıdır, bir dənəsi də bütöv yumurtadır. Oğlanımız yaşıl ot yer. Ona görə də yumurtaların sarıları sapsarı. Ya Allah, qızdırmışıq tufovka. Bu elədir ki, bu qoyub güclü gözdə çörək kimi pişirmək olmaz da. Hərçə sənin tufovkası başqa cür istiliyi var da, uşaq ömrə yatmaqdan ötürü boşuma dönərəm. Hə, mama bax, mamaya bax. Con hesablaş. Bax, mutfilmə bax. Nə var orada? Nə var orada? Uy, polis də var, toğuq da var. Hə, yaxşı. Əziz izləyicilər, pişik qoğallarım, Allah bərəkət versin, qurban olma Allaha, bulkulərim daha doğrusu. Biraz bizimkilər belə xoş deyil, atsa kəmşirindir, normal bulkudur bu. Bəlkə 20-25 ildir mənim kitabımda var, dəftərimdə var, pişirirəm mən bunu, reseptin. Elə uyğunlaşdırıram internetdə də elə həmən şeydir. Allah hamımızın pişirdiyinə, qazancına bərəkət versin, qurban olma Allahın adına. Həqiqi də çox da gözəldir. Bu istidir, götürmək olmur. Bu indi çıxartmışıq. Pambıqdır da elə bil. Düzdür, hələ təzə-təzə məsəl üçün gətirib o bıçaqla kəssin, biraz xəmir kimi olacaq. Amma çox gözəldir ha. Allah hamımızın qazancına bərəkət versin, qurban olma Allahın adına. Siz də pişirin, yiyin, nuş olsun. Allah dünyamızı salamat eləsin. Allah sülhəmizi dolu eləsin. Allah əsərlərimizi qorusun. Qurban olma Allahın adına. Allah heç kimi peşman eləməsin. Balası ilə sınağa çəkməsin, qurban olduğum. Balalarımızı pis gözdən, pis fikirli insanlardan uzaq eləsin. Allah evində körpəsi olmayanlara körpə nəsib eləsin. Arzusunda olanlara, layiqli analara
xanımlara evlad versin. Kurban olma Allah'ın adına. Siz de bişirin, yiyin, nuş olsun. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah bizi koruyan əsgərlərimizi korusun. Hayır. Əziz izləyicilər, bu günləri mən xəmir yoğuram. Adi su, un, duz. Uşaqlar üçün 2-3 dənə hərəsindən eləyəcəm. 2-3 dənə təsəlli eləyəcəm. 2-3 dənə biraz o gün qarın kitabı eləmişdim, qalmışdı. Ondan eləyəcəm. Qalsa xəmirin 3-4 dənə də yox eləyəcəm. Durursuz elə xəmir yoğuracam. Qaşığım sıkılıdır. Ya Allah'ım. Əl şübhələndir.
Pəncərədən düşür. O su şapkasını zaten. Bunda senin tezden var. Sağ olasın. Video seçmişim. Çizden. Tutsun dener. Əziz izləyicilər, atanın qardaşı idi gedən. Gördü ki, seçili, dedi mənə bazarsız, Allah qoysa. Gələn də saldatıdır. Allah deyən olsun, Allah saldatlarımızı qorusun. Onu da zəhər xodum demiş, şimdi qaldı. Çıxardı belə. Seçərsən nə olsun. Ağzından çıxar. Santör. Onlardan yazmamıştı. Gerçekten de bir tepkiydi. Çok fazla. Nədinə qurban olsun sənə. Yatmaq istəyirsən? Masunu ver əlimin. Masunu ver. Ver maşını. Ha maşın. Saxla götür. Ye.
Kitabların pişincə vəsəlini də düzəldeyim mən. Uşaq qoymur, valla bizi nəsə eləyək. Hər də qaytan qaçır gedir. Nə içərdə dayanmır. İndi yavaş-yavaş ağlı kəsir. Nə qucaqda dayanmır. Deyir, aparın ancaq həyatda gəzdirin. Allah körpə arzusunda olanların hamısına körpə qismət eləsin. Çox gözəl şeydir. İnsanı yormayır. Allah hamıya qismət eləsin, olmayanlara. Cavanlarımızı qorusun, qurban olma Allahın adına. Əsgərlərimiz sağ-salamat gəlsin ölənin eşiklərinə. Bütün cavanlarımızı, oğlanlı, qızdı, ha, fərqi yoxdur. Pis niyyətli insanlardan uzaq eləsin Allah Teala. Ana üçün ən birinci odur. Öz balalarımızın ağlın versin, ağılsız insanlardan da uzaq tutsun. Vəsəlini də tortam yoxdur, elə yağdan eləyəcəm. Dedim kitabı pişirə-pişirə, qabaqcadan bunları vəsəllərimi düzəldim yığım. Yağı donsun. Yaymaq asan da olsun.
Əziz izləyicilər, Allah hamımızın qazanına, sürfəsinə bərəkət versin. Mən xəmir yoğurub beynimdə elə var idi ki, yuxa bişirəcəm. Tək yuxa eləmədim. 5-6 dənə yuxa elədim. 5 dənə təptim elədim. Axşama süzəcək sağ olsun atəm. Biz tövlədən gəlincə. Vəsəl elədim adama 1 dənə, 4 dənə. Biraz vət kitab elədim. 1-2 dənə yuxam qalıb. Uşaq dayanmır. Atənə dedim konekti bıraq cevçinə. Allah hamımızın sürfəsinə bərəkət versin. Allah dünyamızı salamat eləsin. Günümüzü günəşli eləsin. Əsgərlərimizi qorusun. Balalarımızı qorusun. Qurban olduğum Allah Teala bu çörəklə insanların yaratdığı bəndələrin sınağa çəkməsin. Allah əsgərlərimizi qorusun. Nerede can? Nerede nene baba? Onlar hiçbiri senliği döyüyor. Nene baban o söyleyene. Onlar hiçbiri senliği döyüyor. Derberini dağıdım. Yemiyor artık. Bana versin mesela sen. Ağzın. Ağzın orada. Dünyada da ağzın açmaz. Tadına bakmazsa yemez. Babamız adını çıkartıyor. Allah evinde olmayanlara da kısmet eləsin. Arzusunda olanlara kısmet eləsin. Ha olmaz olmaz. Al. Cettik. Nene cettik. Aç bazı. Oy. Şu çatına düştü. Əziz izləyicilər, biz Temudan gəlin qaynana birinci dəfə idi. Trendyoldan çox vurmuşuq. Həqiqi çox vurmuşuq. Mən oğlumun toyuna donları 200 manatlıq, 300 manatlıq. Elə olub limiti də keçmişik. Temudan ancaq birinci dəfədir mal vururuq. İndi mən sizə deyəcəm. Bu nədir buna da? Selfie çubuğudur da. Qoyacam Allah qoysa qazın qırağına. Seçib pişirdiklərimi göstərəcəm sizə. Oturacağıdır. Hə bundan mənim başım çıxmır uşaqlar eviyə. Elə şeylər var ki, zay gəlib, elə şeylər var ki, normal gəlib. Bu da qızdan türsün alıb. Atırsan belə çəmədan kim olur. Çoxlu deşik gözləri olur. Sonra bunları zadın qoymağa. Ha bunlar ikisi elənciydi. Bu nədir? Ha bu da mənim mikrofonumdur. Bunlar doğrudan da təmiz gitarisidir. Hayır döyü bizim özümüzdə satılanlar. Ha, biraz damaşnik vurmuşuq. Damaşniklər mənə elə gəlir ki, biraz normal gəlir. Aşkım yıxıldı, nə oldu? Mıncı xoşuma gəlmədi. Hə. Yoludur. Asosu verim. Asosu verim, canım. Oy, yatırır. Yatsın okullu bu. Ha, damaşniklər amma düzdür, belə də gəlib. Amma damaşnikdir da. Bizim burada satılanlar kimi deyil. Elə burada satılanlar qiymətə gəlib çıxıb. 7 manata. Bu biri 11 manatadır. 3, 4, 5, 6 cüt damaşnikdir. Amma daha özümə söz vermişəm, daha vurmayacaq Temudan heç nə. Can. Bunlar da elə doğrudan gitaristdir. Simlər bu boydadır. Buranda elektronik şeyler var. Aşkım buna bak, tavaya bak. Tavaya bak, vereyim sen. Ne tarafı sen? Kızılı rəngdə dedi bizim de hamının var, bizim de olsun tavamız. O da elə orada göstərildiyi kimi deyil. Çıkılı gəlir. Biri Yunus'undu, biri de şeyindi, nene kurban olsun. Gel çıxardaq baxaq. Ne qəşəngdir, çox mübarəkdir bu olamış ortada. Mıncığı nə dönçü? Nə mıncığı? Haycan, əsəbləşirsən. Allah hələli bu bir dəqiqəlik. Yatmaq istəyir. Ha, biraz da xırdamırda şeylərdir. Açın. Cantu uşaqladı, yolladıq. Bir əsas mən nəyə göstərdim? Bu xırdamırda elə belə şeylərdir bunlar. Bir 30-40 manatlığın valla qaytardıq dalay. İstədiyimiz kimi döyüdü heç biri. Bir, bunlar yoxlamısan qarcıqdır qalsıdır. Bir valla mənə elə gəlir ki, bunu Zəhrə Mətin 60 manat alıb, təmiz daşdır. Daha nə daşıdır, sitrendi, mitrendi nədir bilmirik. Bunlar da həqiqi də eşitmişik ki, uşaqlar yoxladı ki, təmizdir. Amma bunlar 5 manat, 6 manat hatta. Buna amma Zəhrə Mətin 60 manat almışdı. Belə şeyləri vura bilərsiniz. Orada şərhlər zadı yoxluğun.
Hərqi də qəşəngdir, rəngi də qəşəngdir. Bu Aytənindir, bu da mənimdir. Allah hamımızın aldığın salamat işlətməyi nəsib eləsin sizə, qurban olma Allahın adına. Biz də içində. Başka ne? Daha burada xəbər.